Salam değerli izleyicilerimiz. Biz bugün İgid bir qəhrəman oğlun ocağında ev muzeyindəyik. O oğul ki gəncəcik yaşında şəhadətə ucaldı. Şəhid Davud Məmmədli. Ruhu qarşısında ehtiramla baş əyirik. Bugün mən üzümə borc bildim. Şəhid ailələri ilə birlikdə Ramil Rəhimovun anası və Emin Cəfərovun bacısı ilə birlikdə gələk Davudun ailəsinin yanında olaq, ev muzeyini ziyarət edək və yazdığım yazıları Davudun ev muzeyinə hədiyyə gətirmişəm. Allah ruhunu şad, məkanını cənnət eləsin. İstəyirəm ki, bizim anamız Davudla bağlı xatirələrindən az da olsa izləyicilərimizə danışsın. Buyurun. Buyurun. Bir-iki kəlmə Davud bağlı danışın. Uşaqlığından danış, necə uşaqlıqdır? Danışmaq biraz mənə çətin gəlir. Davud evimin ilk uşağıdır ki, bacısının bir qardaşı idi. O 2022-ci ildə əskər getdi. Əskər indi də hələ evə gəldim, məzuniyyət vaxtı. Hələ o dedi ki, mən bilirəm, getdim, qayıtmayacağım, şəhid olub gəldi. Dedim, ay Davud, müharibə devrilərində şəhid, bir dana görərsən. O getdi hələ 23 gündə şəhid oldu. Məkanı cənnət olsun, ruhu qarşısında baş əyirik. Mən istəyirəm ki, Emin Cəfərovun bacısını dinləyək. O Emin ki ilə Davud kimi gəncəcik yaşlarında Füzuli rayonu Alxanlı kənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb. Zümrüd xanım, buyurun sizi dinləyək. Mən də çox sağ olun Raziyə xanım, Allah razı olsun, həmişə dəyər verirsiniz. Şəhidlərimizin əziz xatirəsini uca tutursunuz. Bugün Davudun ocağındayıq. Səlimə xanımın, Səlimə anamızın yanındayıq. Mən də bir şəhid bacısı kimi, Eminin bacısı kimi həm qürurluyam, həm kədərliyəm. Allah bütün şəhidlərimizin ruhu şad etsin. Davud mənim sinif rəhbərimin, Davud müəllimin nəvəsidir. Mən də 114 saylı məktəbdə oxumuşam. Davud müəllim bizim sinif rəhbərimiz idi. Mən sonradan bildim. Bu Davudun o qədər bir uşaq sifəti var. Həmişə baxırdım, ürəyim ağrıyırdı. Bir gün sonra bacım dedi ki, o bizim Davud müəllimin nəvəsidir. Mənə çox yaxın gəlirdi, nə bilim, çox belə. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Şəhidlər hamısı nur üzlüdür. Körpə şəhidlərimiz var. Körpələri, gözü yolda qalan şəhidlərimiz var. Atalarının yolunu gözləyir, atalarının üzünü görməyən körpə balalarımız var, şəhidlərimizin balaları. Şəhidlərimizin analarına mən səbir arzulayıram. Allah səbir versin hər birinizə, şəhidlərimizin ruhu şad olsun. Onlar cənnətin ən gözəl güşəsindədir, təsəlli yerimiz bir odur. Allah üzümüzü ağ onlardan qarşılaşdırsın inşallah. Amin. Mən Gülhəvananı niyə sonra saxladım? Bax, İgid qəhrəman oğulların qisasını alan oğullardan biri oldu Ramil Rəhimov. Antiterror əməliyyatları zamanı qəhrəmanlıqlar şəhidlik zirvəsinə ucaldı. Özündən sonra 2 əmanəti körpə balası qaldı. Bu vətənə əmanət, bizlərə əmanət. İstəyirəm ki, bir-iki kəlmədə elə Gülhəvana danışsın. Buyur Gülhəvana. Çox sağ ol Raziyə xanım, təşəkkür edirəm. Elə öncədən sizdən başlayım. Sizə həqiqətən təşəkkür edirəm. Siz yorulmadan, usanmadan neçə ildir şəhid analarını, şəhid ailələrinin yanındasınız, ziyarət edirsiniz. Şəhidlərimiz haqqında deyərəm, hekayə yazırsınız, şiir yazırsınız, roman yazırsınız, poviz yazırsınız. Bunları tanıtdırırsınız, paylaşırsınız. Buna görə təşəkkür edirəm sizin bu vətənpərvərliyinizə görə. Mən də Ramil Rəhimovun anasıyam. Terror əməliyyatları zamanı şəhadətə yüksəlmiş. Mən oğlum bilirsən, çətindir, bu körpə balaya baxıram, çətinlik çəkirəm danışanda. Mənim oğlum hərbiçi idi, deyək ki, onun sənəti idi, onun işi idi. Belə körpələrə baxanda danışa bilmirəm həqiqətən. Anamız deyir, ilk evladım idi. Ramil ancaq evin son beşiyi idi. O da bizim əzizimiz, sevimlimiz, şıltaq balamız idi. Allah sənə səbir versin bacı. Amin. Balalarımızın yeri cənnət donuzdur, məqamları ucadan uca olsun. Allah şəhid əmanətləri deyəndə tək şəhidin evlatları deyil əmanət. Onun qardaş bacıları da əmanətdir, atanası da əmanətdir. Allah bütün şəhid əmanətlərini qorusun.
emin səbir versin. Şəhidlərin də, cəmi şəhidlərimizin, ümumi şəhidlərimizin ruhları şad məqamları olsun. Bir daha təşəkkür Ben edirəm. de size teşekkürümü bildirirəm bacımıza, anamıza, Raziyə xanıma, əziyyəti çoxdur. Şəhidləri tanıdı. Allah hər birindən razı olsun ki, bu günləri bizim qonağımızdır. Biz bugün sizin evə, Davudun muzeyinə əli boş gəlmədik. Elə Davud haqqında yazdığım bu yazıları sizə hədiyyə gətirmişəm. Uğur Yolu jurnalımızı təqdim edirəm. Burada Davud haqqında mənim qələmə aldıqlarım var. Bunları oxuyarsınız, zəhmət olmasa. Bir də bizim albomumuz var. Qarabağ, yox, Uğur Yolu elə albomumuzdur. Bu albomu da Davudun ev muzeyinə hədiyyə gətirmişəm. Buyurun. Çok sağ olun. Allah razı olsun. Allah her zaman sizi yolunuzu açıq etsin. Həmişə şəhidlərimizin yanında olasınız, bizim yanımızda olasınız, tanıdırsınız. Siz sağ olun, siz var olun, vətən sağ olsun. Qarabağ Azərbaycandır. Allah razı olsun. Allah razı Çok sağ olun.